Bir. Aha, zapsı vurdum. Bismillahirrahmanirrahim. Bizim ruh sağlamlığımızı ona təsir eləyən, ruhi sağlamlığımıza təsir eləyən amillər var. Ruhi sağlamlığımıza təsir eləyən amillər iki başlıq altında qruplaşdırılır. Bioloji amillər, bir də ətraf mühit amilləri. İnsanın fiziki quruluşu ilə əlaqəli amillər bioloji amillər hesab olunur. Məni bədənimdəki amillər, bədən sağlamlığımdakı amillər, ətraf mühit amilləri isə çevrədən, yaşadığım mühitdən mənə təsir eləyən amillərdir, ruhuma təsir eləyən amillər. Bioloji amillər nədir? Şəxsiyyətimi formalaşdıran və şəxsiyyətimə təsir eləyən bioloji amillər iki əsas vacib hissədən ibarətdir. İrsiyyətdən və endokrin vəzilərdən. Endokrinoloq eşitmişsiniz də. İrsiyyət nədir? Ümumiyyətlə, irsiyyət qanla əlaqədar olanlar da daxil olmaqla əvvəlki nəsillərdən müəyyən xüsusiyyətlərin miras alınması kimi müəyyən edilir. Bəzi psixoloji xüsusiyyətlərin irsi olduğunu deyə bilərik. Məsələn, zəka irsidir. Diqqət çatışmazlığı irsidir. Emosionallıq irsidir. Hə, indi müəllim, bunlar nə qədər təsir qoyur, bunları saxlayın, danışacaq. Biz qısa şəkildə bəzi şeyləri izah edirik, sonra bir gedəcək. İnşallah. 2. Endokrin vəzilər. Baxın, bugün bəzi fiziki və zehni xüsusiyyətləri endokrin vəzilərin təsiri ilə formalaşdığı qəbul edilir. Bəzən endokrin vəzilərin fəaliyyəti pozula bilir. Bu pozğunluqlar həm fiziki, həm də psixoloji tarazlığa təsir göstərir və dərəcəsindən, davamlılığından asılı olaraq hətta şəxsiyyət quruluşuna da müəyyən təsir edir. Zehni sağlamlığımıza, psixoloji sağlamlığımıza təsir eləyən endokrin vəzilərə indi işarə edəcəm. 1. Hipofiz vəzi. Bu beynin bazasında yerləşən lobiya boyda bir dənə vəzidir. İfraz etdiyi hormonların vasitəsilə orqanlarımızın böyüməsində, inkişafında və bəzi vəzilərin inkişafında və sistemləşməsində bir-biri ilə proqramlaşmış şəkildə hərəkət eləməkdə, fəaliyyətində bu hipofiz vəzi aktiv rol oynayır. İndi bizdə uşaqlıqda bu az fəaliyyət göstərsə cırtdan qalacaq. Məlumdur ki, mənim hipofiz vəzimdə problem olur ki, boyum 1.58 qalır. Zarafat edirəm. Yaxud həddindən artıq fəaliyyət göstərsəydə nəhəng olacaq insan. Nə boyda adamdır, böyük adam. O bir video var TikTokda. Deyə sevib evlənmişsiniz, deyə yox, baxdım, gördüm, böyük adamdır. İndi bu cür. Burada təsir qoyur. Amma tək burada təsir qoymur. Başqa vəzilərin fəaliyyətində də təsir qoyur. Ki, sənin ruhi sağlamlıqla rol oynayır. Balanslı hipofiz funksiyası normal həyat üçün vacibdir. 2. Qalxanvari vəzi. Kəpənək formadadır, ona görə qalxanvari deyirlər.
Bu qırtlağın hər iki tərəfində, boğazın ön hissəsindədir. Sümüklərin, əzəllərin düzgün inkişafında, sinir sistemlərinin fəaliyyətində, qan dövranında, qidalanmada, maddələr mübadiləsində, zehni fəaliyyətdə çox əhəmiyyətli rol oynayır. Aktiv olmasa bu qalxanvari vəzi zehni geriliyə səbəb olur. Əzələ zəifliyinə səbəb olur. Qırışlı dəriyə səbəb olur, ləkələrə səbəb olur. Həddindən artıq fəaliyyət göstərəndə isə nəbzin sürətli olmasına səbəb olur, ürək döyüntüsünə, həddindən artıq həyəcana, qıcıqlanmaya səbəb olur. Və bunlar da bilirsiniz, psixoloji halla tam sıx əlaqədar məsələlərdirlər. Həddindən artıq aktiv qalxana bənzər vəzi uşaqlarda həssaslıq yaradır. Hətta böyüklərdə belə həssaslıq yaradır. Yuxu qeyri-kafi olur və sən özünü narahat hiss edirsən. Həm uşaq zəif olur, həm özün yuxun qeyri-kafi olduğu zaman psixologiyana təsir qoyur. Paratiroid vəzi qalxana bənzər vəziyə bağlı 4 dənə kiçik hissədir. Bədəndə sümüyün inkişafını, sinir sistemi ilə əlaqədar olan əzəllər arasındakı koordinasiyanı, ürək döyüntüsünü, qan laxtalanmasını tənzimləyir. Kalsium səviyyəsi uzun müddət aşağı olanda böyrək çatışmazlığı yaradır. Bu da sümüklərlə əlaqədardır axı. Sümüyün, əzələnin atrofiyasına, ağrısına, zəifliyinə, iştahsızlığa, yaddaş problemlərinə səbəb olur. Bu da psixoloji ilə sıx əlaqədardır. Böyrək üstü vəzilər bizim başımızın bəlası, həmçinin mənim. Böyrək üstü vəzlərin o böyrəyin üzərində yerləşən vəzlərdirlər. Adrenalin, yavaş-yavaş topuq vururam. Adrenalin hormonunun istehsal elətdirir. Yəni bildiyiniz kortizolu əslində istehsal edir. Yəni onun ifraz elədiyi hormonlar böyümədir, qan dövranıdır, qan təzyiqidir, bunu tənzimləyir, emosiyalara təsir göstərir. Baxın, kortizol hormonu çox olanda, deyəcəyik vaxtında geniş formada, qorxudur, qəzəbdir, narahatçılıqdır yaradılır insanda. Həddindən artıq adrenalin olur, ifraz olunur qanda. Bu vəzi aktiv olduğu zaman həddindən artıq ifrat dərəcəsində qan damarları daralır, sinə əzəlləri boşalır. Filan kəs məsələn ürəkdən öldü. Niyə? Damarlar daralır da, daralır. Hərəkətsizlik aşağı olduğu zaman nə baş verir? Qan təzyiqi aşağı düşür, depressiya yaradır, yorğunluq yaradır, qəzəb artır, narahatçılıq artır və s. məsələlər. Ümumiyyətlə, kortizol hormonu insanı yavaş-yavaş öldürən hormondur. Biz qeyd edəcəyik ki, bizim xromozomlarımız ki, telomerlər onların qablarıdır. Necə onların içərisində parçalayır xromozomlarımızı və biz tez qocalırıq, tez gücdən düşürük, bədənimiz tez zəifləyir, immun sistemimiz zəifləyir və necə tez ölürük? Kortizol hormonu ilə ki, stres hormonu da deyirlər buna. Ona görə deyirlər ki, heç nəyə gərək vücuda almayasınız. Təmiz söhbətdə belə deyim. Cinsi vəzilər, özüm biraz sadə dillə danışıram, amma cinsi vəzilər. Bu vəzlər yeniyetməlik dövründə fəaliyyətə başlayır, sağlam cinsi həyatı təmin edir. Bunlar qeyri-kafi olsa, yaxud həddindən artıq aktiv olsa, anormal cinsi davranışlar olur. Birbaşa psixologiyaya təsir edir, rəftarlarına təsir edir, həyat tərzinə təsir edir, ailəyə təsir edir, hər şey. Növbəti vəzi timus vəzisidir. Timus vəzisi. Traxeyada yerləşir. Digər vəzlərdən fərqi bilirsiniz nədir? Uşaqlıqda olur. Uşaqlığın sonuna doğru balacalaşır. Dönür, parçalanır, yağ parçaları formasına düşür. Sümüklərdə olur və qanın
Kalsiyumun axışını və onun saxlanmasını, depolanmasını təmin edir. Sümükləri böyüdür, sümüklərin möhkəmlənməsinə imkan verir. Amma bu az aktiv olsa sümük inkişafı gecikir. Həddindən artıq aktiv olsa isə sən gəlirsən, impulsları idarə edə bilmirsən. Niyə filan kəs cırtqozdur? Üzr istəyirəm. Niyə filanca şor gözdür? Niyə filan kəs cinayətkarlığa meyillidir? Bu da təsir qoyur. Bu vəzlərdə təsir qoyur. Gördüyünüz kimi, vəzlər elə belə vəzlər deyirlər. Psixologiyamıza da təsir qoyur. Növbəti vəzi, başımızın bəlası mədə-altı vəzidir. Mədənin arxasında yerləşir bu vəzi, qan ifraz eləyir. Qan şəkəri səviyyəsini tənzimləyən insulin ifraz eləyir. Mədə-altı vəzinin fəaliyyəti azalsa, həddindən artıq yaxud çox olsa, qan şəkəri səviyyəsini pozur, sağlamlıq pisləşir və xəstəliklərə səbəb olur. Və bu xəstəliklərdə birbaşa insanın psixologiyasına ağır təsir qoyan xəstəliklərdir. Başqa bir məsələ, bunlar bioloji cəhətdən olanlar idi ki, dedim. Həm irsiyyəti və həm endokrin məsələlərdir. Qısa deyirəm, çünki geniş danışacağıq. Ətraf mühit amilləri bizə təsir qoyur. Növbəti məsələ budur. Ətraf mühit fərdin zehni sağlamlığına, doğulub böyüdüyü mühit insanın əsəblərinə, psixoloji sağlamlığına ən vacib təsir edən amildir. Və həmçinin hal-hazırda mövcud olduğu mühit. Gələn dərsdə qeyd edəcəyik ki, neuroplastisizm nə deməkdir və ətraf mühitin, çevrənin təsirləri nə deməkdir, interaktiv nevrologiya nədir, biz ətraf mühitimizdən nə qədər təsir alırıq. Ətraf mühit amilləri 3 dənə kateqoriyaya bölünür. Fiziki kateqoriya, sosial kateqoriya, mədəni kateqoriya. Fiziki kateqoriya iqlimdir, təbii bitki örtüsüdür, relyef formalarıdır, hadisələrdir. İqlim insanın şəxsiyyətinə təsir edir, psixologiyasına təsir edir. Məsələn, şimalda soyuq iqlimdə yaşayan insanlar daha sərt, soyuq, tutqun xasiyyətdədirlər. Cənubda isti iqlimdə yaşayan insanlar isə daha istiqanlı, amma daha qanlıdırlar. Yaxud sosial amillər təsir edir. Uşağın ailəsi, qohumları, dostları, yaşadığı cəmiyyətdəki mühit, məktəb mühiti. Bax, bunlar təsir edir. Mədəni amillər təsir edir. Mədəniyyətə xas olan amillər. Milli mentalitet, ideologiyalar, adət-ənənələr, cəmiyyətin kimliyi sayılan bir şeylər. Cəmiyyətə çevirən mədəniyyətlər əslində fərdin xüsusiyyətlərini müəyyən edir və fərdin xüsusiyyətlərindən də qaynaqlanır. Bundan əlavə, yoxsulluqdur, işsizlikdir, təbii fəlakətlərdir, epidemiyalardır, texnogen fəlakətlərdir, məsələn, müharibələr, yanğınlar kimi, insan itkisidir, ailənin parçalanmasıdır, miqrasiyadır, küçələrdə yaşamaqdır, iqtisadi çətinliklərdir və s. məsələlərdə insan zehninə, psixologiyasına ciddi təsir edir. Bugünkü dərsimiz burada sona çatır. İnşallah bu videonu qutaran kimi yükləyəcəm və mənə də kimin problemi varsa, Gmaili göndəribsə, amma açılmırsa, təzədən yazsın, təzədən Gmailini göndərsin, bir yoxlayıram. Allah amanında qalın, sağ olun.